Değerli tələbələr, bu gün sizlərlə fiqur analogiyası və fiqurların tamamlanması mövzularının izahına birlikdə baxacağıq. İlk mövzumuz olan fiqur analogiyası mövzusunda bir neçə tip sual ilə qarşılaşacağıq. Bunlarda nəyə diqqət edirik? İlk öncə müəyyən bucaq altında fırlanmaya, yəni fiqurların müəyyən dərəcə altında fırlanmasına. İkincisi, cüzgü simmetriyasına, bəzən şaquli, bəzən üfüqi cüzgü, digəri isə neqativ, yəni rəng dəyişməsi üsullarına baxacağıq. Deməli, hər suala baxdıqca bunların hansından istifadə etdiyimizi görəcəyik. Baxırıq ilk sualdan. İlk sualdan görürəm ki, birinci fiqur ikinci fiqura necə dəyişilibdir? İlk öncə 90 dərəcə hərəkət edibdir. Yazın bura 90 dərəcə. Baxaq necə? 90 dərəcə əgər ilk fiqurumuz 90 dərəcə hərəkət edərsə, necə alınır? Alınacaqdır yoldaşlar. Baxın belə. Deməli, və bu şəkildə aşağı hissəmiz rənglənmiş olacaq və bu hissəmiz rənglənmiş olacaq. Bəs mən baxdıqda mənim alınmış figurum bununla nədir? Baxın, ikinci fiqur ilə cüzgü əksdir. Yəni iki qaydadan istifadə etdi burada. Həm 90 dərəcə fırlatdı, həm də ondan cüzgü əksi aldı. İndi mən aşağıda ilk öncə figurumu nə edirəm? Figurumu 90 dərəcə saat istiqamətində hərəkət etdirdikdən sonra ona cüzgü əksi verəcəyim. Deməli, əgər belə və digər halda belə. Yuxarı hissə rənglənmiş olar. Və elə burada da yuxarı hissəsi rənglənmiş olacaqdır. 90 dərəcə hərəkət etdirdik və bundan cüzgü əksi alırıq. Cüzgü əksi alsam, ikinci figurum necə görünər? Əslində bunun variantlarını da çıxarda bilərik. Yenə də çəkim sizlər üçün. Burada yuxarı hissə. Cüzgü əksini necə veririk yoldaşlar? Cüzgüyə yaxın hissə mənim digər halda da, yəni cüzgünün digər tərəfində də yaxında durmalıdır. Uzaq hissəsi uzaq durmalıdır. Baxın, ağ hissə hər ikisi buradan cüzgüyə yaxındır. Həmçinin yuxarıdakı qara hissə hər ikisi cüzgüyə yaxındır. Deməli, belə bir variantım harda yerləşir? A variantı doğru olmuş olur. Devam edirik ikinci sualdan. İkinci sualda baxsaq nə görərik? Baxın, burada bəzi belə deyək də, fiqur deyək, ya rəqəm deyək, verilibdir və bizdə qarşısında belə bir hissə verib. Belə bir hissə, əgər fikir versəniz, üçünə də aid olandır. Yəni, bu hissə üçündə də ortaq olandır. Əgər baxsanız, üçündə də başqa ortaq olan hissə başqa bir yerdə yoxdur. Yəni, mən nə edirəm? Üçündən də ortaq olanı çıxarıram. Ortaq olan nədir? Baxın, ən azından bu xəttimi görürəm ki, ortaqdır, düzdürmü? Bu xəttimi buradan çəkirəm, kənardakı xətti. Sonra ortaq olan aşağı hissəsinə baxsam, bu ikisində var, amma bunda yoxdur, ortaq deyil. Orta hissəyə baxsam, bəli, orta hissə hər birində var. Bunu da ortadan çəkirəm. Yuxarı hissə hər üçündə yoxdur. Buradakı düz hissə, baxın, bu hissə yenə üçündə də yoxdur. Yəni, A variantımı almış olaram. Ortaq olanı götürürük. Növbəti baxaq dördüncü suala. Dördüncü sualda nə edibdir? Əslində, bu qatılanmış bir fiqurdur. Nə edir? Fikir versəniz, bu hissələrini hər birində atıbdır kənara. Mən burada kənara atsam, necə bir fiqur almış olaram? Baxın, yuxarı. Bunu belə ortadan ayrılmış şəkildə düşünün. Yəni, hər iki tərəfə dairə, belə deyək də, kvadrat, qara kvadrat keçmiş olacaq. Eyni B-də və D variantında olduğu kimi. B və D variantlarında olduğu kimi. Bəs yuxarı hissəsi necə duracaqdır? Baxın, yoldaşlar. Yuxarı hissəsində belə bir üçbucaq var. Bunu cüzgü əksi ilə açıram yuxarı. Yuxarı açdıqda necə durar? Baxın, bu eyni buradakı kimi bu şəkildə alınacaqdır. Yəni, D variantındakı kimi. Bu tərsinə durub, dönüb belə durmayacaq. Devam edirik. Başqa bir sualın izahına keçək. Misal üçün 6-cı suala baxaq. Görək nə edibdir? Necə bir qanun uyğunluq var? Mən baxıram ki,
Belə fiqurlarda bəzən içindəki eşiyə çıxır və yaxud da ki, xaricdə olan içəri daxil olur. Amma burada elə deyil. Yəni nə edirəm? Xariclə xarici, orta ilə ortanı ən içəridəki ilə ən içəridəki müqayisə edirəm. Xaricdəki 5 bucaqlı idi. Burada oldu 6 bucaqlı. Ən içdəki 3 bucaqlı idi. Burada oldu 4 bucaqlı. Ən daxildəki 4 bucaqlı idi. Burada oldu 5 bucaqlı. Deməli, hər dəfə bir dənəsi artır. Əgər bu 4 bucaqlıdırsa, 5 bucaqlı axtaracağam. Yəni, A və D variantındakı kimi. Əgər içəridəki 6 bucaqlıdırsa, mən nə axtaracağam? 7 bucaqlı. Yəni, D variantındakı kimi. Ən içəridəki 5 bucaqlıdırsa, mən içəridə axtaracağım neçə? 6 bucaqlı. Yəni, hər fiqura ayrı-ayrı baxırıq. Fərqli bir sual. Baxaq misal üçün 9-cu suala. 9-cu sualda nə edib? Həmən dəqiqə görürəm ki, bunda 90 dərəcə fırlanma var, düzdürmü? Həm 90 dərəcə fırladır, 90 dərəcə fırladır, həm də cüzgə əksi vermiş olur. Əgər dediyimiz qayda 90 dərəcə döndərib, sonra cüzgə əksi verəcəkdirsə, hansı variant alarıq? Baxın, mən 90 dərəcə döndərdiyini hardan bilirəm? Bu hissəsi sağda idi, amma qalxıb da yuxarı. Düzdürmü? Gəlin bunu da biz nə edək? 90 dərəcə döndərək. Bax, bu hissəsi sağdadır. Yuxarı qalxacaqsa, əgər, baxın, bura gəlməyəcək. Bu getdi. Yəni, ya A variantı, ya D, ya Y, ya da C variantı. Gəlin bunu yoxlayaq. Əgər bu yuxarı qalxacaqdırsa, baxın, bu yuxarı qalxacaqdırsa, artıq mənim buradakı 3 bucağım belə aşağı istiqamətdə duracaqdır. Ona görə C variantı da gedir. Bəs hansı hissəyə? Hansı hissəyə gələcəkdir? Bu mənim, belə deyək də, bu mənim nədir? İlk öncə 90 dərəcə döndərdim. Bir də var nə? Buna verəcəyəm cüzgə əksi. Cüzgə əksi verdiyim zaman gəlib duracaqdır bu 3 bucaq. Belə göstərək balaca bu hissədə. Bu hissədə bu şəkildə duracaqdırsa, ondasa hansı variant gedir? A variantda gedir. Qalır D və Y variantlarım. D və Y variantlarının fərqi nədədir? Baxın, bu hissə gəlib duracaq necə? Gəlib məndə duracaq bu şəkildə. Bəs cüzgə əksi verəndə bu şəkildə durar. Ondasa D variantım doğru olmuş olar. Hər birini ayrı-ayrı da çəkməyə gərək yoxdur. Növbəti keçirik başqa bir suala. Gəlin elə 10-cu sualda baxaq. 10-cu sualımızda əgər fikirləşə bilərik ki, desək ki, əgər bunu saat istiqamətində və ya saat istiqamətinin əksi istiqamətdə nə edər? 180 dərəcə fırlatsa, bu fiquru alar. Bəs mənə verilən fiquru 180 dərəcə fırlatsam, istədiyim istiqamətdə eyni durmalıdırsa, 180 dərəcə fırlatsam, gəlir necə bir fiqur alınır? Baxın, gəlib alınar, belə deyək də. Bu hissədədirsə, gəlib bu hissədə, yəni aşağı hissəsində duracaq burada. Burada necə bir fiqur alınacaq? Alınacaq, baxın, belə. Bəs bu fiqur, baxın, variantlarımda yoxdur. Əgər variantlarımda yoxdursa, nə edirəm? Keçirəm artıq başqa bir versiyaya. Bu doğru deyilsə, necə edərik? Mən bunu, baxın, yenə eyni şəkildə fikirləşirəm ki, cüzgə əksi verər. Mən buna cüzgə əksi verməzdən əvvəl, belə deyək, cüzgə əksi verməzdən əvvəl bunu saat əqrəbinin əksi istiqamətində, yəni, baxın, bu istiqamətdə 90 dərəcə fırlatsam, alaram, baxın, burada çəkirəm həmin fiquru. Belə deyək. Üstəcələyim düşəcək bura. Baxın, bu ikisi cüzgə əksi olmuş olur. İndi eyni qayda. Mən bunu 90 dərəcə saat əqrəbinin əksi istiqamətində fırlatsam, gəlib düşəcək, bax bura. Buna da cüzgə əksi versəm, eyni ilə cüzgəyə yaxın deyə, burada da cüzgəyə yaxın olacaq. Yəni, eynən D variantında olduğu kimi. Başqa bir sualın izahına keçək. Gəlin, baxaq 12-ci sualımıza. 12-ci sualımızda mənə verib bir fiqur, sadəcə bunlardan cüzgə əksi alıb. Nəyə görə? Baxın, fırlatmayıb. Nədirsə, eyni halda durubdur. Baxın, sadəcə cüzgə əksi veribdir. Cüzgə əksi verdiyində hardan bilirəm? Baxın, bu hissə cüzgüdən uzaqdadır, düzdürmü? Ən uzaqda. Burada da ən uzaqdadır. Bu hissə ən yaxındadır, burada ən yaxındadır. Mən də aşağıda mənə verilənə
cüzgə əksi versəm, baxın bu hissə eynən belə duracaq. Cüzgəyə yaxın. Onda qalır hansı variantlar? B və D variantı. B və D variantı qalır və arasındakı fərqə baxıram. Arasında hansı fərq var? Bu hissəsinə fikir verə bilərsiniz. Sadəcə içindəki cizgilər ki var, o cizgilərin istiqaməti fərqlidir. Mən gəlin baxım görüm. Yuxarıda baxın. İstəyirsiniz buradan baxın. İstəyirsiniz bundan baxın. İndi biraz tam düşməyib əvvəlki. İstiqamətlər heç vaxt dəyişməyib. İstiqamətlər heç vaxt dəyişməyibsə, baxın burada necədirsə, eyni şəkildə B variantında olduğu kimi də dayanacaqdır. Başqa bir suala baxaq. Misal üçün baxaq 14-cü suala. 14-cü sualda həm 90 dərəcə fırlatma, həm də negativ dediyimiz üsuldan istifadə edilib. 90 dərəcə fırladıbdır. Bax, əgər mən bunu 90 dərəcə saat əqrəbi istiqamətində fırlatsam, deyir ki, 2 dənə də, yəni birinci ilk öncə bundan bunu alıb, sonra bundan bunu alıb. Mən birincidən ikincini necə alaram? Bu istiqamətlə buna fikir verin. Bu balaca romba. Bu romb gəlib durub harda? Baxın burada. Yəni bu nə deməkdir? 90 dərəcə fırlatma deməkdir. İlk öncə 90 dərəcə fırladıbdır. Sonra nə edib? Sonra fikir versəniz, görərsiniz ki, negativ qaydası. Negativ nədir? Negativ, yəni ağlar qara olubdur, qaralar ağ olubdur. Baxın, bu rombun, balaca rombun burada balaca bir dənə ağ romb olubdur. Həmçinin bu ağ hissə, ortadakı ağ hissə burada tamamilə qaradır. Hər birinə fikir versəniz, görərsiniz ki, bəli, eyni qayda ilə gedir. Yəni ağlar qara, qaralar ağa keçmişdir. İndi mən buna 90 dərəcə versəm, baxın 90 dərəcə versəm, ilk öncə alacağım. Buradakı rombum ki var və yuxarıdakı rombla gedirəm yenə. Bu yuxarıdakı rombum necə alınacaq? Gəlib məndə, baxın bu aşağı hissədə, yan hissədə dayanacaq. Misal üçün B və D variant gedir. A-da, C-də və Y-də olduğu kimi burada balaca ağ romb olacaq. Başqa heç nə olmayacaq, sadəcə fırladırıq deyə şəkilləri dəyişməyəcək. Yəni içərisindəki ağ, qara fiqurlar dəyişməyəcək. Dəyişməyəcək isə C variantda gedir. Qaldım A ilə Y-nin arasında. Qaldı cüzgə əksi verməyim. Cüzgə əksi də gəlin elə variantlardan cüzgə əksi deyirəm, bağışlayın, negativ. Negativ hissəsinə baxırıq. Mən baxıram ki, A variantında mənim doğru cavabımdır. Nəyə görə? Baxın, bu ağ romb burada oldu qara. Burada amma ağ romb elə ağ olaraq qalmışdı. Belə ola bilməz axı. Digərlərinə baxmağa gərək belə yox. Cavabım Y variantı, A variantı almış oluram. Başqa bir 13-cü sual, yenə asan bir sualdır. Baxsaq 17-ci suala. 17-ci sualda nə edibdir? İlk öncə baxaq. Görürəm ki, bu üstdəki yenə eyni qayda. Baxın, xaricdəki 6 bucaqlı idi. Burada oldu 5 bucaqlı. Bu 3 bucaqlı idi. Burada oldu 4 bucaqlı. Deməli, xaricdəki azaldı, daxildəki çoxaldı. İndi xaricdəki figurum neçə bucaqlıdır? Baxsam əgər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 bucaqlıdırsa, mənə lazımdır artıq. Burada 8 bucaqlı bir figur. 8 bucaqlı D variantı doğru olmuş olur. Bəli, D variantı 8 bucaqlıdır. Başqa bir 8 bucaqlı yoxdur. Bu 6 bucaqlıdır. 7 daha doğrusu 7 bucaqlıdır. Bu 5 bucaqlı, 4 bucaqlı, 3 bucaqlı. İçərisindəki neçə idi? İçərisindəki 5 bucaqlıdır. Baxın, içərisindəki 5 bucaqlıdır. Bu 7. Bu da 5. Deməli, nə olacaq? Xaricində 8. Daxilindəki, yox, xaricindəki 7 tapdıq. Neçə tapdıq? Unutdum, bir dənə bağışlayın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 idi. Hə, 9, 7 yox. Bu 9 bucaqlıdır, içərisindəki 5 bucaqlıdır. Deməli, xaricindəki 8 bucaqlı olacaq, daxilindəki 4 bucaqlı olacaqdır. Yox, 6 bucaqlı olacaqdır. Artmalı idi. 3 idi, 4 oldu, 5 idi, 6 olacaq. Yəni, D variantındakı kimi. Başqa fərqli bir suala baxsaq. Yenə baxaq nəyə? 19-cu suala. 19-cu sualda nə edibdir? Bu iki fiquru mənə də burada dediyi kimi toplayıbdır. Yəni, üst-üstə qoyub. Üst-üstə qoyduqda, baxın, belə fikirləşin də, bu qara ilə bir hissədən götürün. Bu qaraya baxdıqda, bunlar üst-üstə düşəndə, baxın, gəlin sizə çəkim. Bu hissə, böyüdək çəkək, sonra balacalaşdırarıq. Deməli, bu
bu üçbucağı getdim qoydum ora. Burası rəngli olmuş olacaq. Yəni bu hissəsi ağ qalacaq. Eyni buradakı kimi. Deməli, ondasa gəlirəm. Digərlərinə baxmağa gərək yoxdur. Nəyə görə baxmağa gərək yoxdur? Çünki misalcan burada başqa bir şey yoxdur, elə durubdu yerində. Burada bir şey yoxdur, amma burada var, gəlib durub yerində. İndi mən nəyə baxıram? İlk öncə birinci hissədən baxsam, bu ikisini birləşdirsəm, bundan belə ortasından çəkib bu hissəsi qaralanmış olacaq, yəni rənglənmiş olacaq. Rənglənmiş olacaqdırsa, hansı variantdakı kimi? Elə bütün variantlardakı kimi. Gəlin ondasa elə variantlardan gedək, daha tez cavaba çatmış olarıq. A variantı baxaq, yanlışdır yoxsa doğrudur. Baxın, bu hissə, bunda rəngli bir şey yoxdur deyə olduğu kimi duracaq. Digər tərəfə keçməli deyil. Sonra keçirəm ikinci cərgəyə. İkinci cərgədə fərqli olan C variantında kimi bir şey var. C variantında üçüncüsü fərqlidir. Üçüncüsünə gəlin baxaq. Üçüncüsünü də baxın, bununla bunu üstə qoysam, bu hissəsi, aşağı hissəsi rənglənmiş olacaqdır. Aşağı hissəsi rənglənmiş olacaqdırsa, məndə sadəcə ağ hissə bax bu tərəf olacaq. Bu tərəf ağdırsa, yəni C variantı yanlışdır. B, D, Y. Fərqlərinə baxıram. Fərqlərinə baxdıqda görürəm ki, bir dənə fərq nədir? Deməli, burada yuxarıda bu üstdəki ki var. Bu üstdəki B ilə Y-də fərqlidir. Ona da baxaq, dəqiq. Ona da baxsaq. Üstün ikinci fiqurda nə edəcək? Bu hissə, yəni ortadan. Bu hissə gəlib duracaq burada belə. Yuxarı hissəsi rənglənəcək, aşağı hissəsi rəngsiz qalacaq. Yəni Y-dəki kimi yox. B-də və D-də kimi duracaqdır. İndi B ilə D-nin fərqi nədir? Bu axırıncı fiqur. Axırıncı, baxın, burada heç nə yoxdur, burada yuxarıdadır. Demək ki, elə yuxarıda da qalacaq. Yəni B variantım tamamilə doğru olmuş olur. Sonra baxaraq başqa bir suala, yəni 24-cü suala baxa bilərik. 24-cü sualda belə olduqda, yoldaşlar, burada fiqurların hər birinə ayrı-ayrı baxır. Yəni necə? Baxın, hər birində üstdəki fiqurlara ayrı baxın. 2 qara, 1 ağ. Çox olanı götürüb, yəni qara olanı götürüb. İndi kənardaşlara baxın. Qara, ağ, ağ. Nə götürüb? Ağ götürübdür, düzdürmü? Aşağıdaşlara baxsam, ağ, ağ, qara. Nəyi götürüb? Ağı götürüb. Demək ki, sayı çox olanı götürür. İndi gəlin baxaq, məndə olana. Üst hissədə baxıram ki, 2 qara, 1 ağ. Deməli, nə götürəcəyim? Qaranı götürəcəyim, düzdürmü? Sayı çox olanı götürürdük. Keçirəm sol hissəyə. Ağ, ağ, qara. Nəyi götürəcəyim? Ağı götürəcəyim. Variantlarım getmədi heç biri. İndi aşağı hissəyə baxsam, aşağı hissədə görürəm ki, qara, qara və ağ. 2 qara, 1 ağdırsa qaranı götürəcəyim. Y variantım da getdi. Qaldım A və B variantının arasında sağ hissəyə baxıram. Sağ hissədə 2 dənə ağ, 1 dənə qara. 2 dənə ağdırsa, mən də ağı götürmüş olacağım. Yəni A variantı doğru variant olmuş olur. 25-ci sualı da eyni qayda ilə baxaq. Burada kənardaşlara baxır, ortada qeyd eləyir. Baxın, kənardaşlara baxıram. Yuxarıda, üçbucağın yuxarısındakı qara, 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 ağ. 3 dənə qaradır, 1 dənə ağ. Nəyi götürüb? Baxın, qaranı götürüb, düzdürmü? İndi keçirəm nəyə? Keçirəm soldakına baxaq. Qara, qara, ağ, ağ. İkisi də ortaqdadır. Yəni necə? Sayları bərabərdir. 2 qara, 2 ağ. Silibdir. Heç birini götürməyib. Deyir ki, onda heç birini götürmürəm. Bərabərdirsə heç birini götürməyibdir. Deməli, nə edir? Rəngi çox olanın rəngini götürür. Eyni, yəni bərabər olanda o fiquru silir. Və yaxud baxın, buna da baxaq, ikincinə də baxaq. Burada necədir? Burada fikir versəniz, ortadakını deyirik. Ortadakı ağ, 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 ağ. Yəni heç biri fərqli deyilsə, burada yenə silibdir. Deməli, nə zaman silir? Həm eyni olanda, həm də 4-ü də eyni olanda, belə deyək də, sayları eyni olanda, 2-2 olanda silir və sadəcə hamısı eyni rəng olduqda silir. Gəlin baxaq. Ortaya baxaq ilk öncə. Ortaya baxsaq, ortadakı fiqurumuza baxsaq, görərik ki, qara, ağ, qara, qara. 3 dənə qaradır, 1 dənə ağ. 3 dənə qara olsa mən qaranı götürəcəyim. Yəni B, Y, C getdi.
Gəldim qaldım A və D-nin arasında. A ilə D-nin fərqi nədir? Sağdakı balaca dairə. Sağdakı balaca dairəyə baxıram ki, qara, 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 qara. Əgər hamısı eyni rəng idisə, nə edirdik? Silirdik. Yəni A variantımız doğru olmuş olar. Gəlin baxaq fərqli başqa bir suala. Gəlin 28-in özünə baxaq. 28-də baxıram ki, nə edibdir? Bunu ilk öncə 90 dərəcə döndər. 90 dərəcə döndərəndə, baxın buradan çəkim sizin üçün. Bu hissədə balaca dayanır, bunun da ortası, bu hissəsi qaradır. İndi nə edirik? Bunu yarıdan, baxın, yarıdan böl. Bu hissəsini qaldırıb yuxarı, digər hissəsi qalıb yerində. İndi mən nə edəcəm? Bunu 90 dərəcə döndərsəm, səhv döndərdim mən burada. 90 dərəcə saat əqrəbinin əksi istiqamətində döndərir. Yəni belə döndərir. Ki qara düşsün sol tərəfə. 90 dərəcə yazaq. İndi mən bunu aşağıdakın 90 dərəcə döndərsəm necə alınır? Bax, necə çəkək? Yuxarıdan çəkək. Bu aşağı hissənin heç bir fərqi olmayacaq. Yəni, eyni dayanacaq. Buradan belə çəkək ki, yuxarıdan çəkək bunu. Altı bucaqlım necə dayanacaq? 90 dərəcə hərəkət etdikdə altı bucaqlım necə dayanar? Baxın, bu istiqamətdə belə bir fiqur alınır. İçərisindəki trapesiyaya oxşar fiqur, yəni trapesiya deyilə. Necə dayanacaq? Bunu 90 dərəcə fırlatsam, enli hissəsi burada olacaq. Ensiz hissəsi sağ tərəfə keçmiş olacaq. İndi mən bunu enli hissəsi qaldırsam yuxarı. Baxın, qara olmayacaq. Ağ idi də mən bunu niyə rəngliyim? Enli hissəsi, bax burada ensiz hissəsidir. Enli hissəsi yuxarı düşəcəksə, A variantım doğru olmuş olar. Başqa bir suala keçid eləyək. 30-cu sual. Tez-tez qarşılaşırıq bu suallar ilə qəbulda. Və çox asandır. Bu sual sizin üçün necə deyim axı? Gördüyünüz kimi birinci bir sualınız, bir balınız hazırdır. Baxın, bunları rəqəmlə nömrələyirəm. 1, 2, 3 və 4. Gəlib baxıram ki, birinci fiqur olduğu kimi hara gətirilib qoyub? Gətirilib qoyub, baxın, bura. İkinci fiqur olduğu kimi hara gətirilib qoyulub? Elə bura. Üçüncü fiqur üstə, dördüncü fiqur bura. Mən də onda bunu da nömrələyirəm. 1, 2, 3, 4. Birinci fiqur ən sağa keçəcəksə, C variantında kimi dayanacaq və cavabım C variantıdır. Və son. Başqa bir variant yoxdur. Çünki bax, belə dayanmır, dönmür. Dönmək söhbəti yoxdur. Sadəcə C variantında olduğu kimi dayanacaq. Baxaq növbəti başqa bir suala. 32-ci suala baxaq. Görək nə edir 32-ci sualda. Baxın, burada neçə dənə? 8 dənə balaca dairəm var. Bəs burada 2 dənə, burada 4 dənə. Nə etmiş ola bilər? 8-i 2-yə bölər, alar 4. Düzdürmü? Bərabərdir qoyaq buna da. Bəs burada nə edibdir? Baxıram ki, 5 dənədir, 2 dənə buradadır, 3 dənə də burada. Nə edib? Çıxıbdır da, düzdürmü? Üçbucağın da işi çıxmaq imiş. İndi gəlin, mənə veriləni həll eləyək. Baxın, yoldaşlar, burada biraz fərqlilik var. Necə? Yəni, həm dairə ilə, həm də nə ilə işləyir? Kvadratla. İkisi bir aradadır. Baxın, burada 6 dənə dairə var, burada 2 dənə. Burada 4 dənə dairə kvadrat var, burada 2 dənə. Nə edir? Bunun işi nə idi? Bölmək. Mən indi böləndə nə olacaq? Baxın, belə deyək, buradan seçək. 6-nı 2-yə bölsəm 3 dənə. 3 dənə dairəm olmuş olacaq. Bir dənə bağışlayın, seçək yaxşı. 3 dənə balaca dairəm olmuş olacaq. 2 dənə də kvadratım. 4-ü də 2-yə bölsəm 2. 3 dənə balaca dairə, 2 dənə kvadrat. İndi mənə deyir ki, bunun işi nə idi? Çıxım. Nəyi? Baxın, 2 dənə dairəni. Kvadratlarla işim olmayacaq. 2 dənə kvadrat olduğu yerdə duracaq. 3 dənə dairədən də 2 dənə dairəni çıxsam, məndə qalacaq 1 dənə dairə. 1 dairə, 2 kvadrat. D variantında olduğu kimi. Növbəti, baxaq başqa bir sual. 34 də eyni 30-cu sual kimidir. Fərqli birinə baxsaq, deyək ki, baxaq neçəyə? Gəlin baxaq 39-a. 39-da fikir verirəm ki, baxın nə edibdir? Heç nə dəyişməyib. Yəni, fiqurların özü dəyişməyib. Sadəcə ölçüləri dəyişib. Ölçü.
Fikir versəniz, burada 2 dənə balaca var idi, düzdürmü? Bax bunlar böyüyübdür. Bax bu gəlib olub bu da gəlib olub bu. Bu böyüklərin hamısı da gəlib balacalaşıb. Yəni sadəcə ölçü dəyişibdir. Mən indi ölçünü dəyişdirsəm, bu 2 dənə balacam böyüsə, alınlar necə A-dakı kimi? Alınır A-dakı kimi. Və yerləri də necə deyim axı, belə deyək, istiqamətləri dəyişmir. Yəni burada düzdürsə, burada da düz dayanmalıdır. Baxın, burada düz dayanıbdır ikisi bir-biri ilə. Sadəcə A variantım çıxır. Digərinə də baxaq. Böyüklər də almalıdır balaca. Elə variantım tamamilə doğru olmuş olur. Növbət keçək fərqli bir suala. Misal üçün baxa bilərik. Fərqli sual. 50-ci suala baxa bilərik. 50-ci sualda nə edir? Baxıram ki, mənə bir dənə, baxın burada, bunları rəqəmlə işarə etsəm. 1, 2, 3 və 4. Bunları 4 dənə. Ümumilikdə neçə dənə kvadrat var orada? Ümumilikdə orada 6 dənə kvadratı var. Və bunları nə edibdir? Bunları, baxın, burada da 6 dənədir, birləşdiribdir. Amma bunların yerlərini dəyişib birləşdiribdir. Misal üçün, baxın, belə crossla başlayan, ya 2 olacaq, ya da 2, bu 4 olacaq, düzdürmü? 2 dənəsini də bir yerdə göstərsəm 4'dür. Baxın, ya 2'dir, ya 4'dür. Belə də ayırsam 4'dür. Yəni başdan nə edək? Ayıraq. Yaxşı, baxın, ayırdım. Deyək ki, 2'dir. Buna deyirəm 2. 2 deyirəmsə, baxın, bu nə olacaq? Bu sadəcə 3'də var. İstiqamətini yox, istiqaməti də səhvdir. Yox, səhvdir. Çünki buradakı diagonal belə gəlir. Demək ki, bu, baxın, artıq bura nə qoya bilirəm? Bunu heç nəyə ayıra bilmirəm. Demək ki, heç 2 deyilmiş. 4 imiş. Yoxlaya tapırıq bunu. 4 imiş. Bura yazıram 4. Sonra baxıram. Bu nə ola bilər? Bax, ikinci, yəni 4'dən sonra crossla başlayan bir dənə 2 var. Buna 2 deyirəm. 4, 2. Sonra davam edirəm. 4, 2. Bundan sonra gələn, belə deyək, ya 1'dir, ya da 3'ün birinci tərəfidir. Düzdürmü? Bax, bundan söhbət gedir. Ya 1'dir, ya da 3'ün birinci tərəfidir. Əgər 1 olsa, 1 qoysam, bax, crossla, 3 crossla başlamır axı. Demək ki, səhv olacaq. Onda bura qoyuram 3'ü, burada qoyuram 1'i. İndi mən nə edirəm? Gəlib ikincinin eyni qayda düzürəm. Yəni 4'ü başa qoyacağam. 4'ü başa qoyuramsa, B və Y variantlarım qalır. Sonra qoyacağım 2'ni. 2'ni qoyuramsa, B variantım doğru olmuş olur. Baxın, bu 4, bu 2, bu olur 3. Yanlış oldu. Bir dənə baxaq. Harada yanlışlıq elədim? Yox, yanlışlıq yox deyə düz yazmışıq. Bu da 3, bu da 1. Tamamilə doğrudur. 51 də eyni qaydadır. Növbəti baxaq başqa bir suala. Əgər 53'ə baxsaq görərik ki, nədir? Sadəcə cüzgə əksidir. Yoldaşlar, cüzgə əksini baxan kimi görməlisiniz. Hardan? Baxın, bu hissəm cüzgəyə yaxındır. Bu da yaxındır. Ən uzaq budur. Bu da ən uzaqdır. Yəni uzaqlıqla yaxınlığına müqayisə eləsəz, tezliklə tapa bilərsiniz. Bax, bu hissəm nə olacaq? Cüzgəyə yaxın belə çəksəm, cüzgəyə yaxın duracaq. Yəni yaxın dayanacaqsa, burada alınmalıdır. Həmçinin yerləri dəyişmir. Yəni baxın, burada hissə var, yuxarıdakı hissə boz hissə desək, boz hissə yuxarıda da dayanmalıdır. Yəni A variantı gedər. Qaldım digərlərinin arasında, fərqlərinə baxıram. Baxın, bu hissə ikinci, kənardakı hissə tamam, kənarda duracaq. Amma qara hissəsi yenə cüzgəyə yaxın olmuş olacaq. Qara hissəsi cüzgəyə yaxındırsa, B variantı gedər. Növbəti qaldı, bəli, digərləri eyni qaldı, aşağıdakı hissəm. Aşağıdakı hissə yenə cüzgəyə yaxın dayanacaq və qara da nə edəcək? Cüzgəyə yaxın duracaq. Qara cüzgəyə yaxın durursa, bir dənə qalır D variantı. Keçək başqa bir suala. Misal üçün 57-ci suala keçək görək bizə necə bir qanuna uyğunluq verir ki, deyir bunlardan ikisi fərqlidir. Deyir ki, burada bunların içərisindən çıxarıbdır nəyi? Bir dənə ağ üçbucağı, bir dənə də qara üçbucağı. Baxaq görək nəyə görə çıxarıbdır. Baxıram ki, baxın misal üçün 2 dənə qara dairəm var, 2 dənə ağ dairəm var. Sonra 2 dənə belə deyək, qara kvadratım var, 2 dənə də ağ kvadratım var. Düzdürmü? İndi məndə olanlara baxıram. Cütləri götürməyib, 2 dənə baxın. Bundan var, bir dənəsi tək qaldı. Bir dənə də qara.
Bax, bundan da bir dənədir. Tək qalıbdı. Tək qalanları ayırıbdı qırağa. Bax, görə ikincidə də eyni şey edib. Baxıram ki, bu nəyi götürüb? Qara dairəni. Qara dairədən 1, 2, ikisi ortaq oldu, yəni cütləşdi. Bu burada tək qaldı. Tək qaldığına görə götürdü. Bir də ağ kvadrat götürüb. Bu da tək qalıbdı, ona görə götürübdü. Onda isə nəyə baxıram? Baxıram elə birincidən. Baxın, bununla bu cütləşdi. Bu tək qaldı. Tək qalacaqsa bunu götürürəm. Götürürəmsə C variantım gedir. Davamında baxıram nəyə? Baxıram ki, bu ikisi cütləşibdi, mənə lazım deyil. Sonra bu ikisi cütləşibdi, mənə lazım deyil. Baxın, bir dənə bu tək qalıbdı. Cavab A variantı. Hər suala fərqli yanaşa bilərik. Nəyə baxaq? Gəlin baxaq buradan. 59-cu suala. 59-cu sualda əgər xətlərə fikir versəniz, birinci bu 1 deyək, bu 2 deyək, bu da 3 deyək. Nəticə üçüncümüzdür. Deməli, 1-dən 2-yə keçəndə nə edir? Bax, bu hissəni qatlayır bunun üstünə. Fikir versəniz, baxın, burada üfüqidir xətlərim. Burada şaqüldir. Üfüqi ilə şaqül üstə düşüb. Bax, belə bu hissə nə deyək buna? Setka kimi bölünübdür. Bölünmüş hissələrə ayrılıb. İkinci halda nə edib? İkincidən üçüncüdən keçəndə buranı da qatlayıb bura. Düzdürmü? İndi gəlin mən baxaq bizdən necə alınır. Birincidən ikincinə keçərkən nömrə deyək yenə özümüz üçün. Bura 1 deyək, bura 2 deyək, buna da 3 deyəcəm. 1-dən 2-yə keçərkən nə edəcəm? Bu hissəni qatlayacağım üstünə. Bu hissəni qatlayacağımsa üstünə alıb necə bir şey? Baxın, burada olduğu kimi. Yəni ikincidə bizə veribdi. Mən indi ikincidən üçüncünü soruşur. İkincidən üçüncünün keçəndə nə edəcəm? Bu hissəni qatlayacağım üstünə də. Alınır ondasa elə B variantı. Digərlərinin nəyi səhvdir? Bax, buranı dəyişdirməyə haqqı yoxdur, səhvdir. Bax, bura qara idi, niyə ağ oldu, getdi. Bax, bura hara getdi? Bəs bu hissə. Bəs mən bunu qatladım bura. Heç qatlanmayıb da. Heç qatlanmayıb. Qatlanmış olaraq baxsaydıq bir dənə B və Y. B ilə də Y-nin fərqi aşağıdakı qara niyə keçib bu tərəfə keçməli deyildi. 60 yenə ağ-qara prinsipidir. 64-cü suala baxaq. 64-cü sualda nəyə baxırıq? Bunlarda baxacağım qarşı-qarşıya. Qarşı-qarşıya baxdıqda görürəm ki, misal üçün nəyi götürək? Bax, götürək bu ikisini. Bu ikisində, baxın, bunun daxilindəki 2, bunun xaricinə gəlib. Bunun daxilindəki gəlib, baxın, bunun xaricinə. 3 dənə qara, 3 dənə ağ. Eyni qaydadır. Gəlin başqa birinə baxaq. Misal üçün, baxıram, baxın buna. Bu ikisi qarşı-qarşıya dayanıbdır. Xaricində olan gəlibdir bunun daxilinə 5 dənə ağ, 1 dənə qara. İçərisində daxilində olan isə xaricinə çıxıbdır 2 ağ, 1 qara. Məndən nəyi soruşur? Məndən sual işarəsini soruşursa, qarşı-qarşıya baxıram. Bunun daxilindəki, bunun xaricinə çıxıbdır. Bunun da xaricində olan gələcək daxilinə. Yəni 2 dənə ağ olmuş olar. Bunları bitiririk. Bir dənə 67-ci sualımıza baxaq. 67-ci sualımızda baxın nə edir? Bunlara ayrı-ayrı baxıram. Necə ayrı-ayrı? Baxın, birinci bu hissəyə baxın. Hara keçdi? Bura keçdi. Sonra bura keçdi. Nə edəcək? Qalxacaq yuxarı hissəyə. Məndə qalxacaq yuxarı hissəyəsə məndən bunu soruşmur, davamını soruşmur. Məndən başqa birini soruşur. Yaxşı, gəlin onda ona baxaq. Belə fikirləşək. Baxın, bu romb şəkilli olan keçib bu hissəyə, sol hissəyə. İndi keçir aşağı hissəyə. Aşağı hissəyə keçirsə cavabım Y variantı. Heç digərlərinə baxmağa gərək qalmadı. Y variantı yazdıq, amma səhvdir. Nəyə görə? Çünki digərlərinə baxmadıq. Digərlərinə baxmadığımıza görə yanlış çıxdı. Çünki bax, balacalara baxsam, misal üçün bir dənəsini götürüm. Götürüm bunu. Hərəkət edib gəlib bura. Gəlməli idi bura, düzdürmü? Gəldi bura. Yaxşı, gəlsin. Olur Y variantında. Amma bax, buna baxın. Bu gəldi, bax, buradaydı. Gəldi hara? Bura. Bəs bu, buradan bura qədər necə gəldi? Bu yanlış oldu. Y variantı deyil. Demək ki, burada hər biri 90 dərəcə dönmürmüş. Baxsaq əgər birincidə nəyə diqqət edərik? Bu hissəmiz düzdür. Desək ki, bu Y variantımız yanlış oldu. Baxsam əgər, nəyi gözdən qaçırırıq? Baxın, əslində burada belə ayırır. 1, 2, 3 olaraq. Bax, 1-dən 2-yə bizim dediyimiz qayda 90 dərəcə saat istiqamətinin əksi, saat əqrəbin əksi istiqamətində 90 dərəcə gəlir. Bəli. Amma üçüncüdən, ikincidən üçüncüyə güzgü əksi verir.
Əgər buradan 90 dərəcə gəlibdir, bəli, 90 dərəcə hərəkət eləyir. 90 dərəcə hərəkət eləyəndən sonra buna cüzgə əksi verir. Cüzgə əksi verirsə, bu rombum hardadır? Ən kənardadır, yəni cüzgüdən kənardadır. Cüzgüdən kənarda dayanacaqsa, qaldıq C və D variantının arasında. C və D variantının arasında qalandan sonra bu hissələrim yaxındırsa, yaxın da dayanacaq, amma istiqamətləri dəyişməyəcək. Yəni necə? Baxın, bu hissə yuxarıdadırsa, bu hissə yuxarıda dayanmalıdır. Yəni D variantında kimi dayanmalıdır. Növbəti keçirik nəyə? Fiqurların tamamlanması suallarına. Fiqurların tamamlanmasında bunlar da tez-tez düşür. Hər qəbul bir dənəsi demək olar ki, düşür. Az mövzu. Burada neçə sual? 9 sualdır. Amma yenə də bəzən düşür, bəzən düşmür, amma böyük ehtimal düşə bilər. Nəyə baxıram? Mənə deyir ki, bu ikisini toplayır. Yarısını burada çəkir. Mənə deyir ki, digər yarısını sən müəyyən elə. Mən müəyyən edeyim. Nəyə baxıram? Yoldaşlar, burada əgər vaxtınız çox getməsini istəyirsinizsə, qəbul üçün vaxtınız çox getsin istəmirsinizsə, variantlarla yola çıxın. Variantlarla. Məsələn, baxıram mən A, B, C, D, Y. 5-nin arasında fərqli olanı baxıram görüm, fərqli olan düzdür yoxsa səhvdir. Baxın, bu hissələrim ki var qarşı-qarşıya. Bunlar hər birində var da. Mən niyə bunun olub-olmadığını müəyyənləşdirim? Gərək yoxdur ki. Çünki hər birində var da. Demək ki, olmalıdır. Gəlirəm nəyə? Misal üçün, D variantının digərlərindən fərqlənir. Bax, bu hissəsinə görə. Bu hissəsinə görə fərqlənirsə. Baxın, olmalıdır ya yox. Bax, bu hissə burada var. Burada da var. Vardırsa, bərabərliyin sağ tərəfində vardırsa, artıq mənim qoymağıma gərək yoxdur. D variantı getdi. Sonra bir-bir müqayisə edib digərlərindən fərqli olanı tapıram. Misal üçün, Y variantı digərlərindən fərqlənir. Deyir ki, bu yarıya qədər gəlir, yarıdan o tərəfə keçmir. Keçməlidir yoxsa yox? Keçməlidir yoxsa yoxa görə burada baxıram ki, keçməlidir ya yox. Baxın, burada var. Düzdürmü? Burada vardı və xəttdən o tərəfə keçib. Amma burada yoxdur. Bunun ortasında birləşəndə kvadrat alınacaq. Mənim əslində ilə ümumi baxsam, belə bir kvadratının tərəfi alınmalıdır. Bu da hansı variantdadır? Bir dənə C variantındadır. Baxın, burada kvadratımın bir tərəfi C variantında olandır. Davam edirəm. Misal üçün, baxaq 3-cü suala. Nə veribdir, nəyi soruşur? Mənə deyir ki, əgər fikir versəniz, bax, bu hissə ilə, gəlin yeni variantdan gedək. Variantdan getsək daha tez taparıq. Və aşağı hissə hər birində var. Düzdürmü? Gəlin baxaq, soldakı bu xətt Y variantında, A variantında yoxdur. Solda bu xətt yoxdur. Olmalıdır ya yox? Bax, burada var. Düzdürmü? Burada bu xətt var, amma burada yoxdur. Deməli, nədir? Olmalıdır. Olmalıdırsa, A getdi, Y getdi. Davam edirəm. Bax, buradakı soldakı xətt B-də var, C və D-də yoxdur. Olmalıdır yoxsa yox? Burada var. Amma burada da var. Burada vardırsa, ondasa mənim qoymağıma gərək yoxdur. Yəni B variant gedər. Qaldım C və D-nin arasında. C ilə D-nin fərqi nədədir? Misal üçün, fərqi çoxdur. İndi bir dənəsi götürək bu ortadakı xətt. Ortadakı xətt olmalıdır yoxsa yox? Ortadakı xətt, gəlirəm baxıram. Baxın, burada var. Burada vardırsa, burada da vardırsa, ondasa olmamalıdır. C getdi, qaldı D variantım. Növbəti, baxaq başqa bir suala. 7 çox qarmaşıq görünür. Yəni 7-yə baxaq. Əgər belə qarmaşıqları, misal üçün, ümumiyyətlə həll eləməyi bacarmırsınızsa, yəni yaddaşınızda saxlaya bilmirsinizsə, hansı nöqtədən hansı nöqtəyə gedib, siz bunları nömrələyə də bilərsiniz. 1, 2, 3, bunu 9-a qədər nömrələyin. 4, 5, 6, 7, 8, 9. Eyni qayda bunu da nömrələyirsiniz. Sonra gəlin də nömrələyirsiniz. Deyirsiniz ki, misal üçün, belə deyək də, 1-dən 4-ə xətt gedib. Burada da gedibdir. Məndə olmamalıdır. Variantların heç birində yoxdur. Amma daha tez tapmaq istəyirsinizsə, bunun yolu təbii ki, yenə variantlarla getməkdir. Variantlarla gedəndə görürəm ki, A variantında buradan bura xətt yoxdur. Digərlərin hamısında var. Digərlərin hamısında vardırsa, baxıram görüm, olmalıdır ya olmamalıdır. Baxın, burada var. Burada yoxdur. Yoxdursa, olmalıdır. A variant getdi. Sonra baxıram, kənarlarından baxıram. Baxın, bu hissə D variantında deyir yoxdur. Olmamalıdır. Baxın, bu hissə burada var. Bunda var, bunda yoxdur. Deməli, olmalıdır. D variantı getdi. Gəldim B, C, Y variantlarının arasında qaldım. Fərqlərinə baxdıqda, bax, buradan Y variantı deyir, buradan bura xətt olmamalıdır.
B ilə yeni müqayisə edirəm. Deyir ki, buradan bura xətt olmamalıdır. Buradan bura xətt hardadır? Bəli, biraz qarmaşıqdır. Amma burada yoxdur. Ən azından burada yoxdur, olmalıdır deyə fikirləşsə. Əslində baxın, C variant gedir. Niyə? Baxın, bu hissə elə məndə verilib də. C-də olmayacaq. C olmayacaq. Qaldım B ilə Y-nin arasında. O xətt olmalıdır ya yox. O xətt əslində baxın, bununla bunu birləşdirəndə burada belə bir şey alınmalıdır. Belə bir şey alınmalıdırsa, B-yi mən o şəkildə qoymalıyam ki, 2 dənə romb alt-alta birləşsin. Növbəti bir də keçək 9-cu sualımıza baxaq. 9-cu sualımızda necə edərik? 9-cu suala baxanda yenə eyni qayda variantlardan gedirik. Deyirik hansı hissə olsun, hansı hissə olmasın. A variantında deyir ki, buradakı xətt olmayacaq. A variantında deyir olmayacaq. Burada var. Burada yoxdur. Deməli olmalıdır. A variant getdi. Olacaqdırsa, biraz balacalaşdırım. Olacaqdırsa əgər, A variant getdi. Sonra baxıram digərləri ilə fərqli olan arasında nəyi müqayisə edək? Baxın, B variantında deyir, buradan dairənin bir hissəsi olmamalıdır. Baxın, burada var. Burada vardısa, əslində yoldaşlar, burada dairənin yarısını verib. Yarısı da bu digər tərəfində olmalıdır. Yəni variantlardan onu qoymalıyam. Ona görə bu da getdi. Qaldım digərlərin arasında. Misal üçün, baxıram D variant. D variantında deyir ki, xətt buradan bura gedir. Bunlar deyir yox. Ortadan, mərkəzdən keçmir. Mərkəzdən keçən bir xəttiniz var. Bura baxın, bura baxın. Mərkəzdən keçən bir xəttiniz yoxdursa, olmayacaq. Və o xətt buradan keçib. Yəni, bura gələcək. Eyni C-dəki və Y-dəki kimi. İncə Y ilə C-nin fərqinə baxaq. Y ilə C-nin fərqi nədir? Buradan deyir ki, bura bir dənə xətt gəlir. Bax görək, gəlməlidir yoxsa yox. Buradan bura heç birində xətt gəlmir. Baxın, heç birində xətt gəlmir. Xətt bilirsiniz ortadan gəlir. Yəni buradan bura gəlir. O da burada vardı, heç qoymağa gərək yoxdur. Xətt gəlmirsə C variantı səhvdir. Y variantım tamamilə doğru olmuş olur. Bu da bizim fərqli fiqurun tapılması deyildi. Fiqurların tamamlanması və fiqur analogiyası mövzularımızın izahını. Gələn dərs üçün baxacağıq nəyə? Fərqli fiqurun tapılması mövzusunun izahına. Digər mövzuların izahından xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın.